İstər xaricdən qəbul etdiyimiz dərmanlar olsun, qida maddələri olsun, istərsə də bədəndə yaranan məbadilə məhsulları olsun, bunlardan bizi təmizləyir. İkinci orqanımız böyrəklərimizdir. Yenə öz növbəsində bədəni təmizləmə funksiyası görür. Üçüncü orqanımız ağciyərdir. Bədəndə mübadilə zamanı yaranmış karbon qazını bədəndən uzaqlaşdırır. Dördüncü orqan sistemimiz isə 4 və 5-ci dəri, bir də bağırsaqlardır ki, bunlar da yenə öz növbəsində bədənin həyat fəaliyyəti nəticəsində yaranmış mübadilə məhsullarını bədəndən uzaqlaşdıraraq bizi detoks edir. İstəyirsiniz siz bunun üçün dediyim kimi çöldən yaşıl bitkilər sokunu verin, istəyirsinizsə də verməyin. Bizim bədənimiz bu funksiyanı yerinə yetirir. Ona görə özünüzü aldatmayın və yaxud da sizi aldatmalarına izin verməyin. Təbii ki, detoks adı altında, detoks içkiləri altında qəbul etdiyiniz bədənə faydalı bitkilər onsuz da öz faydasını verəcək. Amma ona görə yox ki, siz bunu detoks şəklində qəbul etdiniz. Ona görə ki,